Güvəndəsən layihəsinə start verdi. Azərbaycanın ən güvənli həkimlərini, iş adamlarını və öz sözünü öz işində deyən, sübut edən bütün insanlarını elə monitoringin efirində Güvəndəsən verilişində görəcəksiniz. İnşallah görüşəcəyik. Salam, hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. Monitoringin efirində Güvəndəsən layihəsidir. Əlbəttə ki, mən Zümrüd Şahovan təqdimatında. Bugün də çox maraqlı qonağım var, çox dəyərli qonağım var. İqtisadçı, ekspert Fuad İbrahimov. Fuad müəllim, xoş gəlmisiniz. Xoş gündür. Nə yaxşı siz gəlmisiniz. Təşəkkür edirəm ki, siz dəvət etmişsiniz. Ay, çox sağ olun. Onu da deyim ki, Fuad müəllim də elə bütün efirlərə qatılmır. Efirlərə o qədər seçici davranır. Bəlkə bir 4-cü, 5-ci təklifdən sonra gəldiniz, amma yaxşı ki, gəldiniz. Gəlməliydim, dostlarımız. Çox sağ olun. Necəsiz? Yeriniz rahatdır? Çox yaxşıdır, çox rahatdır. Studiyamız da gözəldir. Çox sağ olun. Fuad müəllim, verilişimizin adı Güvəndəsən. Biz bugün güvəndəyik. Ona görə ki, sizin kimi dəyərli insanlar, iqtisadçılar, iqtisadiyyatı bu qədər dərindən bilən insanlar bizim yanımızdadır, dostlarımızdır, dövlətin yanındadır, dövlətin bütün layihələrində iştirak edirlər. Bugün neftin qiyməti, dünya bazarında neftin qiyməti ucuzlaşır, qalxır. Əlbəttə ki, bu da Azərbaycan üçün çox önəmlidir. Ona görə ki, ölkəmiz neft ölkəsidir. Ümumiyyətlə, qalxanda Azərbaycana nə kimi müsbət təsirləri olur ölkəmizin iqtisadiyyatına və yaxud da qiymətində müəyyən... Düzdür, amma mən onu deyim ki, Cənab Prezidentin uzaq görən siyasət nəticəsində həm iqtisadiyyatımız, həm siyasət çox böyük inkişaf eləmişik və inkişafa davam edirik. Deyim ki, biz onu düşəndə də o qədər hiss eləmirik, amma müəyyən cüzi indi inflyasiya kimi problemlərimiz olur, proseslər olur. Ümumilikdə neftin qiymətinin dəyişməsi ölkə iqtisadiyyatına təsir. Zümrüd xanım, çox aktual və vacib suallardan biridir bu neftin qiyməti. Hər kəsi də maraqlandırır. Məsələ buradadır ki, bunun çox sadə iqtisadçı dildən desək cavabı var. Neftin qiymətinin bahalaşması gəlirlərimizi artırır, neftin qiymətinin ucuzlaşması gəlirlərimizi azaldır. Bu çox belə bir standart suala cavabdır iqtisadçı dilində. Ancaq ki, nəzər almaq lazımdır ki, siz bilirsiniz ki, bizim iqtisadiyyatımızın əsas driverlərindən biri neft amilidir, karbohidrogen ehtiyatlarıdır. Və bunun iqtisadi dövrəyə cəlb edilməsi nə qədər çox biz və baha bu varlığı satarıqsa, sadə dillə, bir çox da o qədər gəlirimiz olar. Aydın məsələdir ki, də iqtisadiyyatımızda bu xərclər hissəsində müəyyən bir rəqəm götürülür ki, o istiqamətəcən müəyyən tənzimləmələr olur. Ancaq ümumilikdə, siz bilirsiniz də, biz 2015-ci ildə müəyyən bir çətinliklər yaşandı. 2 dəfə ardıcıl devalvasiyalar oldu. Bunun əsası neft qiymətlərinin və ondan sonra iqtisadi yol xəritəsi. Bəli, ondan sonra hökumət xüsusi tədbirlər gördü. Əslində, istənilən, belə deyək, dünyanın bir çox ölkələrində, istənilən iqtisadiyyatda, belə ölkələrdə bu qəbildən olan belə deyək, tələtumlar olur. Belə problemləri Amerika Birləşmiş Ştatları yaşayıb. Məsəl üçün 29-32-ci illərdə keçən əsrin və yaxud Kanada kimi dövlət yaşayıb 70-ci illərdə. Türkiyədə problemlər olub, Hollandiyada olub. Yəni sadaladıqca belə bu qəbildən buna oxşar problemlər olur. Aydın məsələ ki, Azərbaycanda da bu problem yaşandıqdan sonra hökumət qabaqlayıcı tədbirlər silsiləsindən bir çox layihələri, tədbirləri belə deyək, həyata keçirmiş oldu. Bu günlərim düzdür. Biz misal üçün müəyyən qiymətlə neftin qiymətini götürürük və ondan aşağı belə düşəndə artıq o bizim iqtisadiyyatımıza o dövrki kimi təsir eləmir. Çünki iqtisadiyyatın artıq elastikliyi var. Biz artıq belə deyək, bir çox qabaqlayıcı tədbirlərimizi görməklə misal üçün manata təsiri artıq o şəkildə, o formatda görmürük. Çünki yenə də təkrar edilib, lazımi tədbirlər zamanında görülüb. Bu günlərimdə bilirsiniz ki, neftin qiymətində eniş var. Misal üçün, ilin əvvəli fevral aylarında bu 80 üzərində ticarət olunan neft bu günlərim 60-61
dəhlizində ticarət olunur. Yəni futures əməliyyatları üzrə neftin bir barelinin qiyməti Brent markalıdan gedir. 20 dollaracan ucuzlaşıb bu 2 ay yarım ərzində. Yəni əlbəttə ki, bu bizim üçün arzu olunan olmasa da, ancaq iqtisadiyyatımızın digər sahələrində inkişaf getdiyi üçün, eyni zamanda da dediyimiz kimi riskləri diversifikasiya etdiyimiz üçün bunun bizə bu günlərim hər hansı böyük bir formatda təhlükəsi yoxdur. Fadimə, artıq bu günləri hər birimiz, siz də, mən də elə bütün insanlar dükanlarda qiymət artımını gözlə görürük. Bəli. Bunun neftin qiyməti ilə bir əlaqəsi varmı? Siz dediniz ki, biz onu hiss eləmirik. İndi yaxşı sual verdi. Xeyr, mən dedim ki, dövlət, hökumət iqtisadiyyatını hiss elətdirmir. Bu günlərin qiymət bahalaşması mağazalarda bu başqa istiqamətdir. Bunun problemləri var və bu problemlər aradan qaldırılmalı. Birincisi, ondan başlayaq ki, məsəl üçün ərzaq məhsullarından da əsas vətəndaşlarımızın istehlak səbətində maraqlandıran ərzaq məhsullarıdır, bir də dərman preparatları, düzdürmü? Birincisi, ərzaq məhsullarının qiymətlərinin biz bu gün BMT-nin ərzaq təhlükəsizliyi proqramının ən azından son 10 ilinə diqqət yetirsək, görürük ki, dinamik bahalaşma gedir. Yəni, bütün məhsullarda yavaş-yavaş, müəyyən bir dövrdə olur, misal üçün 0,2, 0,3% və yaxud 0,5% rublik eniş olur əvvəlki dövrə nisbətdə, amma bu trend deyil. Trend üzü yuxarıdır, yəni bahalaşmaya gedir. Bu da öz növbəsində ithal olunan ərzaq məhsullarının üzərində fokuslanaraq qalır. Bu tək ithal olunan deyil, axı bizim öz məhsullarımızda da bu qalır. Keyfiyyət düşür, qiymət qalır. Bəli, indi siz misal üçün hansı bizim məhsulumuzdan misal gətirə bilərsiniz? Pomidor, xiyar, almamız, qozumuz, fındığımız, şabalıdımız. Düzdür. Bax, indi bura çatanda mən istəyirəm ona başqa cür cavab verim. Bir ilə pomidor piştaxtalarda istehlakçı 2 manat, 2 manat 50 qəpiyə bir də görürsünüz. Hazırki vəziyyətdən danışanda satılır istehlakçı. Amma bir gün Xaçmazda, misal üçün, kimsə qapısının ağzında çıxarır, yeşi ilə qoyur, 25, 30, 50 qəpiyə. Rastlaşmışsınız da yayın ki. Mən indi Xaçmazdan misal gətirdim, amma bunu demək olar ki, harada pomidor əkilirsə... Oralı olduğum üçün rastlaşmışam. İndi, baxın, problem buradadır. Demək, buradan heç 200 kilometr olmayan ərazidən məhsul Bakıya, piştaxtalara nəyə görə bu qiymətə çatır? Benzin. Yox, təkcə benzin deyil. Problem ondadır ki, sahibkar məhsulunu rahatlıqla piştaxtaya gətirib çatdıra bilmir. O sikl kifayət qədər pozulub və bu siklda kifayət qədər işbazlar oyunda iştirak edir. Sahibkarla istehlakçı qalıb bir kənarda, ortada bundan qazanc əldə edən... Lori dilə desək, maklerlər. Çox düz adım qoyursunuz. Bəli, makler. İndi biz biznesmendir də, o da özünü biznesmen hesab edir. Bəli, kiçik sahibkar, bəli. Bəli, bax, bu belə bir problemlər var. Bunu biz dəfələrlə araşdırırıq. Məhsul gəlməlidir, misal üçün, topdan satış məntəqəsinə, mütləq bir yerə getməlidir. Oradan şəbəkələrə gedəndə, şəbəkələrin özündə, bu market şəbəkələrinin özlərində bir məhsulu verməkdən ötürü keçmişdə bankdan kredit götürəndə bir ifadə vardı, əmələ gəlmişə, şapka deyildilər. Bu şapka, bəli, bu papaqdan, şapkadan, komissiyadan artıq marketlər istifadə edir ki, siz malınızı bizim şəbəkədə gəlib iqtisadi dövrəyə cəlb satmaq istəyirsinizsə, biz bu qiymətlə ayda razılaşa bilərik. Bu da açıq-aşkar, yəni bu oyun gedir. Nəticə itibarilə də qiymət əmələ gəlmə proseslərinə mənfi təsir etmiş olur. Bunun əsasında yolu var. Sağlam rəqabət mühiti formalaşmalıdır. Yəni, market bilməlidir ki, bu məhsulu yarmarkada və yaxud küçə ticarətində, rəsmiləşmiş küçə ticarətində kimsə gətirib 2 manat 50 qəpiyə yox, 70 qəpiyə satır. Onda elə olduğu halda artıq biz marketlərdə də görəcəyik ki, bu qiymətlər ucuzlaşır və gəlib onlarla ayaqlaşmağa çalışacaqlar. Buna deyirlər sağlam rəqabət. Bu mühiti biz formalaşdırmalıyıq. Hal-hazırda istehlakçı da ziyan çəkir,
sahibkar da, istehsalçı da ziyan çəkir. Ortada bu nəql edən, bu proseduru belə də siklda nəql edən bütün iştirakçılar digərləri pul qazanır. Düz deyirsiniz. Fuad müəllim, inanın ki, dolları olanda, olmayanda, heç bəlkə dolların rəngin, ruhunu görməyəndə ancaq bir sual fikirləşir, bir dənə düşüncəsi var. Görəsən dollar qalxacaq. Ay Fuad müəllim, görəsən dollar qalxacaq. Bu sual 2015-ci ildən yaşamışıq o prosesləri 2 dəfə. Aktual sualdır. Doğrudan da o dövrdə problem. Bugün də aktualdır. Bugün də aktualdır. Bilirsiniz, bir çox aktualdır nəyə görə? Mən sizə deyim. Baxın, vətəndaş təcili dollar almaq istəyəndə belə deyək də, valyuta mübadilə məntəqəsinə üst tutur. Orada ya illik bilirsiniz də normativ var ki, filan qədər almalı. Birinci, bu normativin özü o problemi yaradır. İnsan fikirləşir ki, məsələn 11 mindən artıq mən ala bilmərəm. 11 min dollardan artıq 11.400. Yəni manat ekvivalenti ilə təxminən 20 min manatlıq almaq olar da valyuta. Vətəndaşda birinci o sürükləyir ki, bu fikrə ki, demək nəsə problem var. İkincisi, hər dəfə olmur. Bu, istər-istəməz qara bazarın formalaşmasına şərait yaradır. Bu gün əvəzində qara bazar var, bilirsiniz. Adıca WhatsApp-la, telefonla, kimdənsə səndə var, mən alım, məndə var, sən al. Bu özü qara bazardır. Dövriyyə rəsmi düşməyən əməliyyat artıq qara bazarın formalaşmasıdır. Eyni zamanda da o dediyimiz 2015-ci ildəki o problemlər bugünə qədər vətəndaşları o xofda saxlayır. Ancaq ümumiyyətlə valyutamızın, milli valyutanın ucuzlaşmasını şərtləndirən amillər var. Bir gün o amillər hamısı sağlamdır. Makroiqtisadi tarazlığımız yerimizdədir. Sonra ithal-ixrac əməliyyatları arasında, yəni ölkədən gedən və gələn valyutaların nisbətində profitsitdir, müsbət saldo var. Bu ən əsas göstəricilərdən biridir və eyni zamanda da ki, belə deyək də, Mərkəzi Bankın irəli sürdüyü siyasət, mən sizə xüsusi vurğulamaq istəyirəm ki, son 10 ildə Mərkəzi Bank bu 2 ildə də mən deyərdim, ən optimal idarə etmə üslubundan istifadə edərək bazarı çox ustalıqla sabitləşdirir, sakitləşdirir. Yəni panikanın qarşısını çox belə məharətlə, professionallıqla alırlar və mən tam əminliklə o suala cavab verə bilərəm ki, ən azından bu ilin sonuna qədər manatın ucuzlaşması ilə bağlı hər hansısa bir təhlükə yox. Deməli, bu ilin sonuna kimi yoxdur. Yəni, Fuad müəllim belə dedi. İndi gör, mən bir məsələ... Bəlkə 5 il deyək. 5 il qarant eləyək. Bilirsiniz necədir? Baxın da, nəyə görə mən deyirəm? Bu 1 manat 70 qəpik olan məzənnə Azərbaycanda inzibati bir qayda ilə müəyyən olunub. Yəni, üzən məzənnə rejimi deyil bu. Deyil, bəli. Bəli. Onu bu qərarla olduğu üçün mən o riski ora saxlayıram ki, istənilən zaman hökumət tərəfindən qərar verilə bilər. Bəli, bəli, elə. Ancaq iqtisadi tələbnamələrə görə ki, bu gün birdən manat məcburiyyət qarşısında ucuzlaşmalıdır siyasətinə biz gəldikdə, tamamilə deyirik ki, manatın bu dəqiqə kifayət qədər gücü var və onun ucuzlaşmasına heç bir... Əsas sülh olsun, sağlamlıq olsun, sakitçilik olsun. İnşallah ki, onlar da düzələr. Digər bir sualım, hər kəsi düşündürən digər bir sual. Yəni, bu yeni evlənənləri düşündürür. Bu hər kəsi, evi olmayan hər kəsi bu sual düşündürür. İpoteka qanunları, qaydaları niyə görə yumşalmır? Niyə hər kəsin gücü çatan bir mərhələyə gəlmir? Hər kəs gedib ev ala bilmir. Hər kəsin ev sahibi olmaq kimi arzusu gerçəkləşmir. Yəni, orada hardadır problem? Bu, bəlkə də... Çox üzr istəyirəm deyəcəm. Bax, çox yerlərdə eşitirik ki, ipoteka şərtləri var. Gedirsən, maaş olmalıdır, ən azı evə gələn maaş olmalıdır 2000 manat. Yəni, indi desək ki, bu dəqiqə o, yəni real bir vəziyyət deyil də, yəni ailələrdə. Və yaxud da boşanma halları, bilirsiniz də, məsələn, ev lazımdır. Necə, yəni, anada da uşaq qalsa, anaya ev lazımdır, atada da qalsa, ataya ev lazımdır. Yəni, hər variantda bu evin olmağı vacibdir. Yəni, nəyə ehtiyac var? Zümrüd xanım, mən əslində siz verdiyiniz suala özünüzə cavab verdiniz.
Verdim mən. Özünüz də cavab verdiniz. Bax, bu prosesin istədiyimiz səviyyədə olması üçün alt səviyyə düzəlməlidir. Fundament düzəlməlidir. Nəyin fundamenti? Bu dediyimiz tələbnamələr. Misal üçün, indi sir deyil də, bu günlərin bizim minimum əmək haqqı səviyyəsi 400 manatdır. Bəzən bir də görürsünüz ki, statistik məlumat yayılır ki, Bakı şəhərində orta əmək haqqı 1200 manat olmuşdur. Misal üçün deyirəm. İndi təsəvvür edirsiniz, sonra mən o kommentlərə baxıram, hamı aqressiv yanaşır. Ümumiyyətlə, bu qəbildən olan məlumat verilməməlidir bu formatda. Statistik məlumat başqa şeydir. Statistik rəqəmlərlə ümumiyyətlə yanaşmada elə rəqəmlər çıxartmaq olar ki, hamı çaşbaş qala bilər. O da peşəkarlar, iqtisadçılar, o belə deyək, o dünyanın mütəxəssisləri bilir ki, o nə məna daşıyır. Ancaq o fikri ictimaiyyətlə bölüşməsi fikir ayrılığına, fikir çaşqınlığına gətirir. İndi təsəvvür edin, 20 nəfər oturur bir məclisə, deyirsən nə qədər maaş alsa, hamısı deyir ki 400 manat, amma məlumat gəlir ki, orta maaş səviyyəsi 1200 manatdır. Bəli, burada elə nazirliklərimiz var, komitələr var və yaxud elə biznes təşkilatları var ki, yüksək maaşlar alınır və onların 10.000, 12.000, 13.000 maaşları bir növ orta əmək haqqıdır gətirib o səviyyəyə çatdırır. O da dərəcə var da, dövlət qulluğu var, mütəxəssislər, digər dərəcələrə görə. Ancaq ki, indi gətirirəm fikrimi nəyə? Bir növ ipoteka ilə ev almaq istəyən təbəqə, yəni evə ehtiyacı olan insanların əmək haqqı bazası o şərtlərə cavab vermir. İlk növbədə, bax biz ona görə deyirəm, alt hissə bir növrə o tələbnamələrə cavab verməlidir ki, vətəndaşlar da o ipoteka, yəni bilirsiniz, bu ardıcıllıqda xalqa tam toxunmayıb. Məhəmməd dağa getməkdən Dağ Məhəmmədə gəlir. Olmazmı o ipoteka qaydalarını elə bu əmək haqqı ilə tarazlamaq? Elə bir, yəni varianta əl atmaq? Olar. Niyə olmur ki? Olar. Mən düşünürəm ki, bizim hökumətin müəyyən dövlət nəzarət orqanları bu mexanizm işləyib. Nəzər alsaq ki, Azərbaycanın özünün maliyyə dayanıqlığı var, kifayət qədər valyuta ehtiyatlarımız var. Ya bu valyuta ehtiyatları da biz hardasa müəyyən dövrdə yerləşdiririk, oradan hansısa bir mənfəət götürürük. Ən aşağı faizlə müəyyən edilmiş faiz dərəcəsi ilə müəyyən bazara vəsait ayırmaq olar. Özü kifayət qədər ayırmaq olar. Bölgələrə də ayırmaq olar. Bölgələrdə, misal üçün, bu kapital ayrılsa, bu stimullaşma da olar ki, cəmaatın yerlərdə bir, belə deyək, dayanıqlı şəkildə qalması, amma eyni zamanda onu da deyək ki, cəmaatın regionlarda qalması eyni zamanda da məşğulluq böyük təsir edir. Yəni, tək evim oldu, mən qalıb burada, bəs məşğulluq da olmalı. Yəni, bu nöqteyi nəzərdən mümkündür. Nəzəri nöqteyi nəzərdən mümkündür, ancaq bir şey dediyim ki, məsələn, böyük ölkələr var ki, Amerika Birləşmiş Ştatlarında ipoteka siyasətinə görə 2008-ci ildə böyük bazarda təlatum yaşanmışdı. Yəni, iqtisadiyyata mənfi təsir eləmişdi. Külli miqdarda vəsaitin də məhz bu formatda verilməsi iqtisadi modellərin tənzimlənməsinə şərait yaratmalıdır. İndi amma mən düşünmürəm ki, Azərbaycanda o problem yaranar. Yəni, sizin sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, mümkündür. Sadəcə o hökumət bu məsələnin üstündə işləməlidir. Fuad müəllim, bu günləri boşanmaların, yəni sayına baxsaq, statistikada evlənənlərdən, ailə quranlardan daha çox boşanmalara rast gəlirik. Bu da yeni bir problemin, həm də bir açıqlamanıza baxdım, iqtisadi müharibə. Aliment. Bəli. Və aliment fondu yaradılacaq, oradan ödəniləcək. Ona görə ki, özünüz bilirsiniz ki, bugün yəni uşağa baxmaq, yəni onun məktəbi var, onun hazırlığı var, onun geyimi var, yeməyi var. Yəni bunlar hamısı müəyyən bir məbləğ tələb edir və ata da bunu daha çox variantlarda bundan qaçır. Ödəməkdən qaçır. Ya işsizlikdən, ya işləmək istəmir. Zaten o işləmək istəsəydi, elə ailəsini saxlayardı. Niyə boşanırdı? 90% elədir. Yəni, burada vəziyyət necədir? Bunu necə tənzimləmək olar? Yəni, hansı mexanizmi işləmək olar? Aliment fondu yaradılsa, bəlkə də deyəsən yaradılıb. Necə işləyəcək? Yaradılma
belə deyək də, üzərində iş gedir. İş gedir, hə. Yəni hansı prinsiplər olacaq orada, nə formada yaranacaq? Yəni o boşanmış kişiləri məcburla, güclə işlədəcəklərmi? O puldanmı, maaşlarından mı götürüb o fonda yığılacaq? Yəni o prinsip necə olacaq? Bilirsiniz, bu prinsip hələlik söz üzərindədir. Birincisi arzulayaq ki, boşanmaların sayı az olsun. Sayı az olsun. Razıyam. Çünki hər bir boşanma bu bizim xalqımızdır. Fərqi yoxdur Azərbaycanda hansı millətdən gedirsə. Ümumiyyətlə, boşanma halı ən belə ağır prosesdir. Hər Ona iki görə tərəfə... ki, orada kimə nə olur, övladı olur. Yox, iki tərəfə heç nə olmur. Kimə nə olur, övladı. Vallahi. Bu evlad bölünməz bir varlıqdır da. Bəli. Hər iki tərəfə aidiyyəti var. Elə məsuliyyətsiz valideyn var ki, tamamilə əl çəkir, gedir balasından, uşağına. Elə valideyn var ki, sonunacan da boşanmalarına baxmayaraq yanlarında olur. Yəni, bu mürəkkəb məsələdir. Aliment məsələsinə gəldikdə, bu çox çətin bir məsələdir. Düşünürəm ki, hüquqşünaslar bunun nəsə bir orta məxrəcinə gəlib çatacaqlar. Çünki bilirsiniz, burada tək iqtisadi məsələ deyil. İqtisadi məsələ o anda başlayır ki, boşanma olan kimi iqtisadi müharibədir. Hamı maraqları toqquşur, hamı çalışır qarşı tərəfə daha çox ziyan vursun. Misal üçün, əlində imkanı var, evladına kömək etməyə əvəzinə o pulu hüquq müdafiəçilərinə 5 qatını xərcləyir ki, öz varlığın eqosunu sübut eləsin, sanki belə deyək də, böyük bir müharibədir, qan müharibəsidir. Amma belə olmamalıdır. Burada o ki qaldı, əsas sual ondandır. Mən nəsə bu aliment fondunun formalaşmasına, yaranmasına, icra mexanizminin olmasına inanmağım gəlmir. Ümumiyyətlə, dünyada belə praktika varmı? Vallahi, dünyada qanun qayda işləyir. Qanun qayda olmalıdır. Hər bir insan məsuliyyətini bilməlidir. Bir günlərim yolda hərəkət edirik. Misal üçün, təhlükəsiz kəməri yoxsa nə olur? Cərimə. Qırmızı işıqda keçirsə nə olur? Cərimə. Çimib bayıra çıxırsa nə olur? Xəstələnirsə. Bu qanunlar işləməlidir də, bu qaydalar işləməlidir. İndi burada da bu evlənən bilməlidir ki, məsuliyyəti evlənməmişdən öncə bilməlidir ki, boşandıqda bu məsuliyyət bunun boynundadır. Axı o evlənmək istəmirdi, ata-ana məcbur edib, axı evlən, yəni evdə gəlin olsun. O da məcburla gedib ki, xalqın qızını götürüb, gətirib evə. Çox gözəl. İndi demək, valideyn məsuliyyəti dərk eləməlidir, bilməlidir ki, bu günlərin uşağı bunun hazır deyilsə evlilik həyatına, bu problem bunun uşağını və yaxud özünü gözləyir. Əlbəttə, bu mütləq qanun işləməlidir. Qanunların, qaydaların, tələbnamələrin bu icra mexanizması işləsə, bu indi biz deyirik aliment fondu. Hər şeyin onda gəlib fondun yaradaq. Hətta cəza tədbirləri də var. Yəni, cinayət işi qaldırılır, mən səhv salmıramsa, inzibati işlərə cəlb olunur. Yəni, o da kömək olunur. İcra mexanizmi yoxdur da. Nə qədər icrası yarımçıq qalmış işlər var boşanma işlərində. Kifayət qədər. Yenə qaldı çarə verilişlərə, sosial verilişlərə. Çıxıb orada danışmaq ki, adama çarə olsun. Mexanizm hərəkətə gəlməlidir. Bizim qanunvericilik bazamızda bütün tələbnamələrə uyğun məsələlər var. Öz əksini tapır. Yox, mexanizmə mən belə baxıram, ən gözəl nümunəsi televiziyadır. Yəni, orada işıqlanırsa onun yolu var. Çarəsi tapılır. Siz işıqlanır da dəfələrlə danışmışıq. Çarəsi var. Çarə tapılır. Çarə tapılır, ancaq hər bir halda dövlət nəzarət orqanının payına düşən mexanizmi hərəkətə gətirməlidir. Kimdir dövlət nəzarət orqanı? Bir Ədliyyə Nazirliyidir, məhkəmə, indi mən bilmirəm, burada strukturlar dəyişilir, tez-tez səlahiyyətlər. Amma məhkəmə orqanlarının belə deyək, səlahiyyətləri çərçivəsindədir. Boşanma prosesi baş verdikdə orada belədir də qərar verilir. O qərarın tələbnamələrinə uyğun hərəkət olmalıdır. O vaxtında olsa burada nə problem var? İnşallah o problemlər də həll olunar. Çin ilə çox böyük əməkdaşlıq, ticari, iqtisadi əlaqələrimiz daha doğrusu daha da güclənir. Viza rejimi ləğv olunur. Düzdür, bu iqtisadiyyata nə cür kömək eləyə bilər desək, ən azından gediş-gəliş, yəni daha rahatlansa sahibkarların ən az söhbət eləmək, biznes planlarına, biznes işlərinə qarışmaq kimi, qatılmaq kimi bir gözəl şansları var. Bundan sonraki vəziyyəti şərh eləsəz. Birincisi, onu qeyd edeyim ki, ölkə rəhbərliyi səviyyəsində Çindəki olan görüş, bu Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən bir məsələ olur. Elədir. Birincisi, onu qeyd edək ki, heç diqqətlə özümüz bir araşdıraq. Çin dövlətinin rəhbərliyi tərəfindən
birinci xanım səviyyəsində heç vaxt qarşılanma mən rast gəlməmişdim öz payıma. Yəni ki, bu formatda qarşılanma olsun. Yəni ki, bu bir. İkincisi, Çin modeli biz dedikdə, biz indi Çinin dünya iqtisadiyyatında mühüm yeri, dünyanın əmtəə bazası kimi qəbul edilir. Ancaq ki, Çin bucağından baxış bucağından baxaq ki, onlar Azərbaycanı necə görürlər? Çin modeli belədir. Çin modeli ancaq sərf eləyən yer, elastik yer, gəlirli olan yer, perspektiv olan yer. Bax, Çin modeli ancaq bu bucaqdan görür. O, yaxşı, bu qonşumdur, yaxşıdır, biz dost olaq, o onu görmür. Çin modeli mən dediyim xüsusiyyətləri görür. Ki, mənə bu əlverişlidir, mənə bu maraqlıdır, mən buradan xeyir tapacağam. Çin ona görə bu günlərim Panama kanalında bütün belə əsas biznesləri götürüb əlinə, Suez kanalında böyük Çin şirkətləridir. Afrikanın qərbində və yaxud şərqində böyük limanlar əsas Çin şirkətləri tərəfindən idarə olunur. Dövlətin də olsa da, amma onların operatorlar bunlardır. Yəni, dünyanın bütün logistika mərkəzlərini diqqətdə saxlayırlar. Azərbaycan da 1993-cü ildə rəhmətli Heydər Əliyev hakimiyyətə gələndən sonra birinci layihələrindən biri, yəni bizim əsrin müqaviləsi neftin iqtisadi dövrəyə cəlb olunması ilə yanaşı Trasika layihəsi, burada biz yol kommunikasiya layihələrin bu Şərqi Avropa və Qafqaz ölkələri arasında bu dəhlizlərin, yolların, layihələrin hazırlanması üzrə bir böyük bir layihə qrupu idi. Bununla yanaşı da İpək yolu layihəsi ifadəsini gündəmə gətirərək ilk növbədə bax, bu proyektləri həyata keçirməyə çalışırdı. Nəticə etibarilə də biz neynədik? Cənab İlham Əliyev tərəfindən də bu davam etdirildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum 3 kommunikasiya, neft, qaz və dəmir yolu. Nəticə etibarilə də bu layihələrin perspektivdə davamı gəldi. Türkiyə üzərindən artaraq artıq Avropaya birləşdi. İndi daha sonra Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasının sahibidir. Bununla yanaşı ən böyük limanın inşasını təmin etdi və Çin modeli bunu görür. Çin iqtisadi modeli bunu görür. Bu günlərim Amerika Birləşmiş Ştatları Çinə qarşı tətbiq etdiyi sanksiyalar dərhal Çin modelini hərəkətə gətirir ki, alternativ bazarları biraz da şişirtmək lazım. Alternativ ödəniş qabiliyyəti, alıcılıq qabiliyyəti olan bazar Avropa. Avropada daha böyük fürsət. Orada çıxır Azərbaycan, Türkiyə. Ən optimal yol Azərbaycan üzərindədir. Nəyə görə deyim? 3 xətt var. Şimal xətti deyilən Rusiya ərazisindən bir aşiyə çıxar. Əslində Rusiya xəttinin də tərkibində Azərbaycanlı izi var. 1983-cü, 87-ci illərdə rəhmətli Heydər Əliyev SSR Nazirlər Sovetinin birinci mavini vəzifəsində işləyəndə Moskvada ilk layihələrdən biri hansını ki ikinci nəfəs verdi, BAM idi. Baykal-Amur magistralının yenidən davam etdirilməsi. Çünki Heydər Əliyev o vəzifəyə gedəndə o tikinti inşaat dayandırılmışdı. Dondurulmuşdu, problem yaranmışdı. Çünki keçidlər yox idi. Heydər Əliyev ona ikinci nəfəs verdi və bu yaxında da Rusiya kanallarına verilişlərə diqqət edirsə, Rusiya hətta ən belə deyək də tanınmış insanlar dəyər verdilər ki, Heydər Əliyev bu işləri gördü, mürəkkəb, çətin, relyefli, çox böyük bir mövzu müzakirə olundu, yerində qərar qəbul edildi. O da Azərbaycanlı izidir. Yəni bu günlərin biz deyəndə şimal dəhlizi xətti, o elə həmən xəttdən gedir söhbət. Və nəhayət orta dəhliz bizik və cənubdan Suez kanalından su hövzəsi ilə, belə deyək, dəniz nəqliyyatı ilə bu Avropaya daşınmalar mümkündür. Ancaq yeganə dəhliz bizik ki, Çindən Avropaya bu 2 həftə ərzində olur. 2 həftə yük çatdırıla bilir. Və burada iqtisadi ən böyük təsir edici amil qiymət əmələ gəlmə prosesi. Qiymət əmələ gəlmə prosesinə çox müsbət təsir edir.
zaman baxımından müsbət təsir eləyir. Operativ daha tez. Bugünkü dünyanın da iqtisadi devizi nədir? Öz səviyyəndə qalmaq istəyirsənsə sürətlə qaçmaq lazım. Bəli, elədir. Mövzumuz uşaq puludur. Mən bilirəm ki, çox ailələri də maraqlandıran bir mövzudur. Yəni bir ara hətta belə bir qərar, bilmirəm, səsləndi ki, uşaqların çox olması ailədə həmin ailəyə uşaq pulunun verilməsi, yoxud da sosial müavinət kimi verilməsi. Belə bir nəsə Milli Məclisin müzakirələrinə rast gəldim. Yəni nə qədər, necə deyim sizə, real bir mövzudur. Bu da mı aliment fondu kimidirmi? Yəni alınacaqmı, olmayacaqmı, yaxud da olsa daha çox hansı mexanizmdə ola bilər? Baxın, birincisi uşaq pulu deyilən məsələyə bu indi bəzi bəlkə iqtisadçı həmkarlarım deyər ki, populizmdir. Ancaq bu gün mən həqiqətən istəyirəm belə deyək də tamaşaçıların eşitmək istədiyi cavabı verim. Bəli, verilməlidir. İndiki vəziyyətdə verilməlidir. Uşaq pulu verilməlidir. Verilməlidir. Hansı hallarda verilməlidir? Bunun uşaq belə deyək, onun halı yoxdur. Uşaq yəni varsa, bütün hallarda verilməlidir. 2 uşaq, 3 uşaq, 1 uşaq mənə. Nəyi nəzərə alaq? Vətəndaşların gəlirlərini nəzərə alaraq, vətəndaşların xərclərini nəzərə alaraq. İndiki vəziyyətdə açıq deyək də bu bazar münasibətlərində, iqtisadiyyatda, bazar münasibətlərində durum həddən artıq deməzdim ki, elastikdir, ancaq bir müəyyən belə də çətinliklər var. Və bu vəziyyətdə nəzərə alsaq ki, minimum əmək haqqı səviyyəsinin daha çox belə deyək, lektoratı var. Yəni daha çox insan minimum əmək haqqı səviyyəsindədir. Bundan sonra belə deyək də mən sadalamaq istəmirəm, bilirsiniz o problemlərin hamısını. Sadəcə də demək istəyirəm ki, həqiqətən bugünkü vəziyyətdə uşaq pulu verilməlidir. Ya belə verilməli, yaxud da kapital kimi, yəni 18 yaşında götürüb istifa. Fərqi yoxdur hansı formatda, ancaq verilməlidir. Bugün ola bilsin ki, biz 3 ildən sonra danışanda bizim minimum əmək haqqlarımız orta əmək haqqının 80%-nə gəlib çatanda, misal üçün, bu günlərim orta əmək haqqı olacaq 1500 manat və amma minimal əmək haqqı, misal üçün deyirəm, olacaq 1000 manat. O halda ola bilsin ki, bizim danışdığımız aktuallığını itirəcək, heç ona ehtiyaclı olmayacaq. Yəni, bütün hallarda uşaq pulu verilməlidir. Verilməlidir, bəli, verilməlidir. Mən onun tərəfdarıyam. İqtisadi göstəricilərimizə görə, vəziyyətə görə, müəyyən insanların arasında hər hansısa bir aqressiv çıxışların qarşısına alınması məqsədi ilə bunu demək lazımdır. Bilirsiniz, narazılıqlar olur, çoxdur. Dolanışıq nöqteyi nəzərindən, ailələrin belə deyək, nikahın pozulmasının qarşısına alınmasında stimullaşdırıcı bir alət kimi istifadə üçün çoxdur. Bəlkə onu hissə eləmək daha uyğun olar. Məsələn, daha çox ehtiyacı olan, məsələn, birinci elə başlayıb sonra... Olar, diferensial qayda. Mən misal üçün onun da tərəfdarıyam. Misal üçün, vətəndaşın indi hamı görür də... Bəli, bəli. Elektron qaydada hamı görür ki, filan kəs 2000 maaş alır, böyle yaxşı vermədi ona. Amma minimum əmək haqqı, bilirsiniz, onda da minimum əmək haqqı söhbətinə gələndə bu olur sosial, ünvanlı sosial yardıma bərabər bir şey olur. Bu bir. İkincisi, biz o uşaqların imtiyazlarına girir, haqlarına girir. Nə olsun o varlı ailədə baş dünyaya gəlir. O uşaqdır, bu da uşaqdır. Hamı bərabər gəlir. Elə onu deyəcəklər ki, İllər sonra bu kasıbın uşağı ondan varlı yaşayacaq, o daha kasıb yaşayacaq. Yəni bu göstərici deyil. Düşünürəm, hər kəsə şamil olunmalıdır, amma verilməlidir. Əslində o uşağa çatmır. İndi valideyn uşaqsın onunla istifadə edir, amma yenə də uşağın hüquqları pozulur, düzdür. Fuad müəllim, Qarabağdayıq. Qayıtmışıq, quruculuq işləri, bərpa işləri davam edir, etməkdə də davam edir. Necədir vəziyyət? Yəni, artıq bir neçə sənaye parkı yaradıldı. Ümumiyyətlə, daha hansı işlər görüləcək? Ümumiyyətlə, bu barədə şərhinizi istəyərdim, eşitdim. Ümid xanım, Qarabağ birincisi böyük bir
belə deyək də, bizim qismətimizdə oldu ki, biz bunu gördük. Çox böyük xoşbəxtlik. Bunu Çox. gördük. Bu nöqteyi nəzərdən Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə möhkəm can sağlığı. İştirakçı döyüşçülərimizə Allah can sağlığı versin. Prezidentin canı sağ olsun. Onun siyasi iradəsi idi ki, biz bunu başladıq və nəticəsi də Sadəcə cənab prezidentin bir cümləsi elə hər kəs könüllü olaraq yazıldı, getdi. Birliyi nümayiş etdirdik. Qələbəmizdə özdə tam suveren hüquqlarımızı da bərpa elədik. Belə deyək də, ürəyimizdə o son nöqtədə olan arzularımız hamısı həyata keçdi. Şükür Allah. İndi burada böyük işlər görülür, siz bilirsiniz də. Yəni biz burada tək bir yerdə iş görmürük. Bütün işğaldan azad olmuş ərazilərimizdə mərhələli şəkildə işlər gedir. İlk növbədə biz təhlükəsizlik qaydalarını təmin edirik. Bilirsiniz ki, nə qədər silah, sursat, mina bastırılıb. Yəni bu gedir, hələm nə qədər də davam edəcək. Çox çətin bir prosesdir bu. Ancaq ki, hansı yerlərdə ki, biz artıq təmizlik işləri görülüb, bilirsiniz ki, böyük abadlıq, quruculuq işləri gedir. Hava limanları haqqında məlumatınız var. Dəmir yolları haqqında məlumatınız var. Biz demək olar ki, iqtisadiyyatı, Qarabağın iqtisadiyyatını, infrastrukturunu, gələcək iqtisadiyyatını formalaşdırmaqdan ötürü bir sizə deyim ki, sözün yaxşı mənasında da hörümçək yuvasına bənzər bir infrastrukturlar orada qururuq. Bu günlərim, misal üçün, Bərdədən Ağdama gələn dəmir yolu və orada, indi siz dediniz, sənaye parkı da, Ağdamın sənaye parkı, nəzərə almaq lazım ki, Ağdamın inşallah sənaye parkında bölgədəki rayonlar da istifadə edə biləcək. Məsələn, yaxında bizdə orada Ağdamdan Ağcabədidir, Bərdədir. Bəli, bu Ağcabədidən sonra Kürün otayında Zərdabdır. Buranın kənd təsərrüfatı sektoru məsəl üçün o sənaye parkının varlıqlarından istifadə edə biləcək. Belə ki, kənd təsərrüfatı məhsullarının xarab olunmaması, dediyimiz kimi yeşiklərlə dəyər dəyməzindən satılmaması üçün qapının ağzında orada emal müəssisələri olacaq. Orada təhvil vermək mümkün olacaq. Soyuducularda onları saxlamaq mümkün olacaq. İnşallah orada emal olunduqdan sonra rahatlıqla elə Ağdam, Bərdədən Yevlax qovşağından çıxmaqla birbaşa ixrac dəmir yolunun sağ istiqamətinə, qərbə də, şimala da, Zəngəzur dəhlizinə, bəli, yeri gələndə Zəngəzur dəhlizinə də İnşallah bu çıxışları təmin ediləcəkdir. Bax, bunlar hamısı dediyimiz modellərin təkmilləşməsinə, hərəkətə gəlməsinə köməkli edəcək. Sonra bilirsiniz də, indi o birisi tərəfdə biz Araz Vadisi sənaye parkı yaranır. Dəmir yolu ilə bağlı biz dedikdə yəni istəyir. Artıq Horadiz Ağbənd dəmir yolu istiqamətində işlər bitir. Laçındakı hava limanımız inşası prosesi gedir. 2 hava limanı artıq verilibdir. Bu günlərim artıq Ağdamdan Şuşaya olan o yolun çəkilişi prosesi gedir. Xankəndi və Xocalıq Xankəndi üzərindən. İşlər çoxdur. İşlər çoxdur. Əsas odur ki, biz məqsədimizi bilirik. Hansı istiqamətdə gedək. Zəngin təbii sərvətlər haqqında dəqiq məlumatlar var. Bugünkü günün məlumatları deyil. Misal üçün, hələm Sovet SSR vaxtında rəhmətli Heydər Əliyev tərəfindən Rusiyaya göndərilib, oxuyub, gəlmiş tələbələr 80-ci illərdə misal üçün, geologiya üzrə, meşə üzrə, bütün zəngin təbii sərvətlərimiz haqqında məlumatlar depolanıb bizim fondlarda saxlanılırdı və biz bugün bilirik ki, nə inşaat materiallarının istehsalı üçün, sonra dağ, mədən, filiz və s. da bütün varlıqlar haqqında məlumatlar var və biz qısa zaman kəsində dediyimiz infrastrukturlar qurulandan sonra onların iqtisadi dövrəyə cəlb edilməsi prosesi, yəni zavodlar, fabriklər açılmaqla həm vətəndaşlarımızın yerdə işlə təmin edilməsi prosesini təmin olunması, həm də ki, regionun belə deyək, rəqabət yönümlü bir müəssisələrinə çevirəcək. Çox təşəkkür edirəm. Çox sağ olun. Elə bil ki, bugün iqtisadiyyatdan danışdıq, iqtisadi əlaqələrdən danışdıq. Gənclərin iqtisadiyyata marağı necədir? İstəyirəm elə bu
bu studiyadan, Güvəndəsən verilişində bir gənclərimizə səslənəsiniz. Onların təhsili, iqtisadiyyata maraqları və niyə maraqları yoxdur? Ya da bəlkə daha çoxdur maraqları, mən bilmirəm, biz bilmirik. Elə səslənəsiniz, elə sağ olaşasınız, mən də sağ olar. Nə olar? Birincisi, ilk növbədə deyim ki, kifayət qədər bizim savadlı gənclərimiz var. Fərqi yoxdur iqtisad. İqtisadçı olmaq əslində hər bir insan iqtisadçıdır. Yox. Çox çətin bir sahədir. Yox, çətin deyəcəm də sizə. Anlaşılmayan sahədir. Əgər insanın cibində bircə manat pul varsa, o artıq iqtisadçıya çevrilir. Çünki onun xərcini tənzimləyirsə, bu iqtisadi model. Yox, həmişə tənzimlənmirsən. İndi tənzimlənməyənlər pul də var. olmaq yaxşıdır, amma iqtisadçı kimi onu tənzimləməyi bacarmayanlar var. Var. Deməli, iqtisadçı deyillər. Yaramaz iqtisad. Məsələn, siz məni göndərin bazara, marketə, harada lazımsız şey var, onu alacağım. Mən iqtisadçı demək olmaz. Çox çətin məsələdir, hə? Olur, düzdür, razılaşıram sizlə. İqtisadçı olmaq, yəni bilirsiniz, ən az ümumiyyətlə iqtisadiyyat elmi özü pulu sevmək lazımdır birinci. Yox, iqtisadçı olmaq üçün. Pulu sevmək yox. Çox belə maraqlı sual verdiniz. Bilirsiniz necədir? Bu insan münasibətlərindən yaranan elmdir. İqtisadi model özü insan Deməzdim. Niyə? İnsan münasibətlərindən yaranıb, keçmişdən, lap ibtidai sinifdən bu mənə sərf edir, verirəm sənə, sən mənim bunu ver, maraqların toqquşması beləliklə gətirir, bu iqtisad elmini formalaşdırıb, bu indiki səviyyəyə gətirib çıxarıbdır. Kifayət qədər savadlı iqtisadçılarımız var. Gənclərimizin arasında. Gənclərimizin arasında, bəli. Yaxşı fikirdir. Çox sevindirici bir hal. Bəli. Kifayət qədər mən sizə deyim, tələbələr arasında kifayət qədər belə iqtisadi təfəkkürə malik gənclərimiz var. Yaxşı müəllimlərimiz var, hörmətli professorlarımız var. Mən deyərdim da, İqtisad Universitetini, ümumiyyətlə iqtisadi bu belə kafedralar olan, fakültələr olan yerdə, hər bir yerdə bizim kifayət qədər gözəl müəllimlərimiz var. Bacarıqlı, çoxları danışmır, televiziyaya getmir, amma mən sizə inandırım ki, şərait yaradılsa, hər biri bir söz ustasıdır. Hər kəsin sizin qədər gözəl natiqlik xüsusiyyəti yoxdur. Maşallah, maşallah. Həm bu cür mükəmməl şəkildə iqtisadçı, həm də ki, çox gözəl natiqliyiniz və düzgün anlatımınız var. Bu çox böyük bir şeydir. Yəni, önəmlidir, həqiqətən. Sağ olun, dəyər verirsiniz. Amma demək istəyirəm ki, var. İqtisadiyyat yaxşı elmdir. İqtisad elminlə ümumiyyətlə məşğul olmaq mən tövsiyə eləyərdim. Sadəcə olaraq biraz bu zəhmət, hər bir peşə belədir də. Elə bir yüngül, hasant iş yox. Biraz daha çox araşdırma, daha çox müzakirə. Siz necə məlumatlı olmaq lazımdır. Kiçik ölçülər çıx, vur, bu biraz çətindir. Yəni xanımlar üçündür. Niyə üçün mən bilməzdim. Yaxşı bizim alim xanımlarımız da var. Hər birinə fürsətdən istifadə uğurlar arzulayaq. Təşəkkür ümumiyyətlə tələbələrimizə, ümumiyyətlə kim hansı peşə sahibidirsə, hər kəsə uğurlar arzulayaq. Çox sağ olun, çox təşəkkür edirəm. Yenə qayıdacağım həmin cümləni, bir dəfə də istifadə eləmişəm. Kim hansı peşə sahibidir, uğurlar sayəsində, amma əsas insan olmaqdır. İnsan olmaq ən önəmlisidir. Fuad müəllim İbrahimov bizim qonağımız idi, iqtisadçı, çox gözəl şərhçi, həm də çox gözəl bir dost. Çox təşəkkür edirəm Fuad müəllim. Yaxşı ki, gəldiniz. Siz sağ olun, dəvətə gəldiniz. Çox sağ olun. Güvəndəsən layihəsi gələn həftə yeni qonağı ilə qarşınızda olacaq. Bu həftəlik isə bu qədər. Sağ olun, salamat qalın.